Hazırda paytaxtda açıq havada temperatur 27 dərəcəyə yaxınlaşır və havalar isindikcə suya ehtiyacımız da artır. Belə məqamda köməyimizə çatacaq vasitələrdən biri də məhz ictimai su bulaqlarının olmasıdır. Bəs görəsən, paytaxtda bu cür bulaqların sayı kifayət qədərdirmi? Bu mövsümdə belə ödənişsiz su məntəqələrindən istifadə edənlərin sayı artır. Hava istidir, yaydır, əl üz yuyursan. Yəni yaşlı adamlar gedib çata bilmir, istədiyi bir mənzilə halı pisləşir. Ona görə əl üzü yuya bilirlər. Yəni çox yaxşı bir şeydir həqiqətən də. Gəzinti zamanı hava çox isti olarsa, təmiz su içmək, sərinləmək üçün parklarda belə bulaqların olması çox yaxşıdır. Havalar istidir, belə bulaqların olması yaxşıdır ki, su əzümüzü yuyuruq, su içirik. Əllərimizi yumaq və içməli su içmək üçün belə imkanların yaradılması çox sevindiricidir. Həqiqətən də şəhərdə vaxtaşırı bu cür su fəvvarələrinə rast gəlirik və bu çox gözəldir. Bu vaxtlar belə su kranları daha çox istifadə olunurdu və hamımız onlardan su içirdik. Buna görə də bugün də insanlar bu cür qurğulara müəyyən qədər etibar edirlər. Məhz buna görə dünyanın bir çox şəhərlərində ictimai içməli su sistemləri şəhər infrastrukturunun ayrılmaz hissəsi kimi qəbul edilir. Müasir filtrləmə sistemləri ilə təchiz olunan bulaqlar həm ekoloji, həm də turizm baxımından müsbət qarşılanır. Xarici ölkələrin təcrübəsi göstərir ki, bu ictimai bulaqlar təkcə rahatlıq deyil, həm də şəhər mədəniyyətinin bir hissəsidir. Sual ortaya çıxır, bəs görəsən sözü gedən bulaqlardan hər kəsin istifadəsi hansısa təhlükələrə yol aça bilər? Bu su kranlarından su içdiyimiz zaman yoluxa biləcəyimiz xəstəliklər var. Ən çox gördüyümüz bakteriyalardır, hansılar ki, mədə-bağırsaq sistemin ishal, qusma kimi ağırlaşmalarına səbəb ola bilər. İkinci gördüyümüz qurd invaziyaları və parazitlərdir. Eyni zamanda da hepatit A və rotavirus kimi viruslara da yoluxmağımız mümkündür. Qaydalara əməl etmək ictimai bulaqların təmizliyi ilə yanaşı sağlamlıq baxımından da vacibdir. Jalə Gözəlova, Elxan Novruzov, Telesəhər.